Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbərin bugünə olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau Hava Limanı yaxınlığında Azal təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı son mərhələdədir. Nəticələr bu ay və ya gələn ilin əvvəlində təqdim edilə bilər. Bu barədə Qazaxıstan Baş Nazirinin müavini Kanat Bozumbayev bildirib. Onun sözlərinə görə istintaq iki hissəyə bölünür. Baş prokurorluğun apardığı cinayət araşdırması var ki, Qazaxıstan tərəfi Rusiyalı və Azərbaycanlı həmkarları ilə əlaqə saxlayır. İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır. Nəqliyyat Nazirliyinin istintaqı son mərhələdədir. Buna görə də biz indi texnologiya sahiblərindən, hava naviqasiya cihazlarından və s. son nəticəni gözləyirik. Baş prokurorluğun istintaqına gəlincə orada da irəliləyiş var. Siz qonşu dövlətlərin müxtəlif liderlərinin bəyanatlarını görmüsünüz. Buna görə ümid edirik ki, gələn il o da başa çatacaq deyə Baş nazirin müavini əlavə edib. Bundan əvvəl Bozumbayev bildirmişdi ki, istintaqla bağlı yekun hesabat ilin sonuna qədər hazır olmalıdır. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının reglamenti istintaq qarşısında bu cür tələblər qoyur. –20 sentyabr Dövlət Suverenliyi günü iş günü hesab edilən bayram günü olacaq. Bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Məsələn, Milli Məclisin Regional Məsələlər Komitəsinin bugün keçirilən iclasında müzakirə edilib. Layihəyə əsasən Dövlət Suverenliyi günü Respublikanın bayramları sırasına daxil edilib. Çağırışa qədər yaş həddində olan vətəndaşların tibbi müayinəsinə dair yeni prosedur müəyyənləşib. Bu, Nazirlər Kabinetinin hərbi həkim ekspertizası haqqında əsasnamədə etdiyi dəyişiklikdən əksini tapıb. Dəyişikliyə əsasən çağırışa qədər yaş həddində olan vətəndaşlar səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətində ilkin hərbi qeydiyyata alınarkən onların tibbi şəhadətləndirilməsi məqsədi ilə tibbi müayinəyə, habelə hərbi xidmət müddətində daha məqsədə uyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinəyə cəlb olunacaqlar. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə mütləq tibbi müayinədən keçiriləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların və çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar. Onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul ediləcək. İlkin hərbi qeydiyyata alınmalı olan əlilliyi müəyyən edilmiş vətəndaşlar və çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndiriləcəklər. Bu ilin yanvar-noyabr ayları ərzində 32 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, əmək pensiyası təyin olunan şəxslərin 68,96%-ni kişilər, 31,4%-ni isə qadınlar təşkil edib. Həmçinin bildirilib ki, Vətən müharibəsindən sonra 496 hərbçi 619 yüksək texnologiyalı protezlə təmin edilib. Reabilitasiya xidmətləri göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ildən ötən dövrdə 10 dəfədən çox, əlilliyi olan şəxslərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı isə 3 dəfəyə yaxın artıb. Həmçinin ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 minədək mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə isə 7800-ə yaxın avtomobil verilib. Bərdədə kişi özünü su kanalına atan qızını xilas edərkən boğularaq həyatını itirib. Hadisə Nəzirli kəndində baş verib. 44 yaşlı Sərəncam Kərimova özünü kəndin ərazisindən keçən su kanalına atıb. Onun atası 68 yaşlı Yasin Kərimov qızını sudan çıxarmaq üçün özünü suya atıb və boğulub. Sərəncam Kərimova sudan sağ çıxarılıb. Yasin Kərimovun isə meyidi sudan çıxarılaraq təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Ötən ay ərzində dövlət sərhədini pozduqlarına görə 27 nəfər saxlanılıb. Onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, biri Əlcəzair, biri Özbəkistan, biri Almaniya, biri Türkiyə, biri Misir, biri isə Sudan vətəndaşı olub. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Həmçinin bildirilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhrü və pasportla özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 15 nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozduqlarına görə 586 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 402 nəfər saxlanılaraq aidiyyatı orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilmiş 531 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 50 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 640 kq, 477 qram narkotik vasitə və 15481 ədəd narkotik tərkibli güclü təsir edici vasitə hesab edilən həb aşkar olunaraq dövriyyədən çıxarılıb. Eləcə də qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 57 milyon 919 min 446 manat olan qaçaqmal, o cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb. Mənzil İnşaatı Dövlət Agentliyinin Bakıda növbəti güzəştli mənzil satışı sona çatıb. Proses 10 dəqiqə davam edib. Bu çərçivədə Midanın Hövsan Yaşayış Kompleksinin 1-ci və 2-ci mərhələsi, Binəqədi, Sumqayıt, Lənkəran, Şirvan və Yevlax yaşayış komplekslərində mənzillərin güzəştlə satışı həyata keçirilib. Prosesdə ümumilikdə 627 mənzilin satışı nəzərdə tutulub. Davam edir, hörmətli tamaşaçılar. Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Moskvada Birləşmiş Ştatlar Prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Donald Trumpın kürəkəni Jared Kushnerlə 5 saatdan çox davam edən görüşü baş tutub. Əsas mövzu Ukraynada nizamlanma olub. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə Amerika sülh planının 4 sənədində yer alan təkliflərin mahiyyəti müzakirə olub. ABŞ dövlət katibi Marco Rubio isə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün aparılan danışıqlarda mübahisə doğuran əsas müddəanın Ukraynanın Donetsk vilayətinin Kiyevin nəzarətində olan 20% ərazisi olduğunu bildirib. Onların hazırda sözün əsl mənasında mübahisə etdiyi şey təxminən 30-50 kilometrlik ərazi və Ukraynanın nəzarəti altında olan Donetsk bölgəsinin 20% ilə baxıldı. Biz Ukraynalıların nə ilə yaşaya biləcəyini, gələcək üçün onların təhlükəsizliyini, nəyin təmin edəcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik, deyə Rubio bildirib. Dövlət katibi onu da qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukraynadakı münaqişəni həll etmək üçün çalışır, lakin ona son qoymaq qərarı Moskva və Kiyevdən asılıdır. Rubionun sözlərinə görə dünyada Amerika Birləşmiş Ştatlarının Ukrayna münaqişəsini həll etməyə çalışmaq əvəzinə diqqət yetirməli olduğu 1 milyon fərqli şey var. Diplomat həmçinin vurğulayıb ki, ABŞ hakimiyyəti Ukraynadakı münaqişəni öz müharibəsi hesab etmir və hazırki prezident Donald Trump vəzifədə olsaydı, bu müharibə heç vaxt başlamayacaqdı. Yeri gəlmişkən Donald Trump Oval kabinetdə keçirdiyi iclasda bildirib ki, Birləşmiş Ştatlar artıq Ukrayna böhranında maliyyə cəhətdən iştirak etmir. Biden 350 milyard dolları konfet kimi paylayıb. Biz NATO-ya avadanlıq satırıq. Avropa ölkələri bizə avadanlığın dəyərinin 100%-ni ödəyir və sonra onu Ukraynaya gətirirlər və ya istədiklərini edirlər. Amma biz bu vəziyyəti həll etməyə çalışırıq, deyə Trump bildirib. Gecə saatlarında Rusiya pilotsuz təyyarələri Ukraynanın Dnepropetrovsk vilayətinə hücum edib. Zərbələr nəticəsində 2 nəfər həlak olub, daha 3 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib. Vilayət Dövlət Administrasiyasının məlumatına görə Rusiya ordusu Pavlograd rayonunun Ternovka yaşayış məntəqəsini vurub. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Hücum yanğın və dağıntılara səbəb olub. 6 evə, qarajlara və bir neçə avtomobilə ziyan dəyib. Bir avtomobil isə tamamilə yanıb. Hərbi hava komandanlığının məlumatına görə hava hücumundan müdafiə qüvvələri Dnepropetrovsk vilayəti üzərində düşmənin 4 pilotsuz təyyarəsini vurub.
Rəfah keçid məntəqəsi yaxın günlərdə Qəzza sakinlərinin Misir ərazisinə keçidinə imkan verəcək və bu barədə İsrail Müdafiə Qüvvələrinin humanitar yardım axınlarını nəzarətdə saxlayan bölməsi məlumat yayıb. Açıqlamada qeyd olunur ki, bu təşəbbüs İsrail tərəfindən təhlükəsizlik baxımından təsdiqlənib və Misirlə koordinasiya ediləcək. Keçidin fəaliyyəti Avropa İttifaqı missiyasının nəzarəti altında aparılacaq. Hazırki plan yalnız insan hərəkəti üçün nəzərdə tutulur və humanitar yardım və ya yük daşımaları ilə bağlı xüsusi zəmanət verilmir. Bundan əlavə bildirilib ki, keçid prosedurları ilə bağlı ətraflı məlumat yaxın günlərdə açıqlanacaq. Bu addım Qəzza sakinlərinin Misirə təhlükəsiz çıxışını təmin olunması və humanitar vəziyyətin yüngülləşdirilməsi məqsədini daşıyır. Belə hörmətli tamaşaçılar, saat əsas xəbərlərini təqdim etdik. Saat 18-də isə yenidən görüşəcəyik.